Nəğmələr nəğməsi. 8-ci fəsil. Kaş ki mənə ananın döşlərindən süd əmən bir qardaş kimi olaydın. Küçədə sənlə rastlaşarkən səni öpərdim. Heç kim məni qınamazdı. Qarşına düşəydim, mənə öyüd verən anamın evinə aparaydım. Şirin şərabdan, narımın şirəsindən sənə içirəydim. Sevgilim sol əlini başımın altına salır. Sağ əli ilə məni qucağına alır. Ey Yerusəlimdəki qızlar, sizə an verirəm dişi ceyranlara, çöldəki marallara. Bizi bu sevgidən oyatmayın, ayıltmayın, qoy könül istəyənəcən qalsın. Qızın rəfiqələri, sevgilisinə söykənib çöldən gələn bu gözəl kimdir? Qız, alma ağacı altda səni oyatdım. Sən orada ananın bətninə düşmüsən. Orada anan ağrı çəkib səni doğub. Məni qəlbinin başında, qolumun üstündə bir möhür kimi saxla. Çünki sevgi ölüm qədər qüvvətlidir. Qısqanclıq ölülər diyarı kimi möhkəmdir. Onun odu alovlanır. O atəşdir, tamamilə yandırıb yaxır. Sevgini ümman sular söndürə bilməz. Onu çağlayan çaylar batıra bilməz. Bir insan sevgisi uğrunda var yoxunu versə belə, hamı ona xor baxar. Qızın rəfiqələri. Bir kiçik bacımız var, hələ döşləri çıxmayıb. Bacımıza elçi gələn gün onun üçün neyniyək? Əgər o bir hasar olsaydı, biz üstünə gümüşdən bürc vurardıq. Əgər o bir qapı olsaydı, onu sidirdən xonça bağlayıb dövrəyə alardıq. Qız, mən bir hasaram, döşlərim güllələrə oxşar. Ona görə yarımın gözləri məndən razı qalar. Süleymanın Baal Hamonda bir üzüm bağı vardı. O bu bağı kirayəyə verirdi. Məhsula görə hər kirayə alan ona 1000 parça gümüş gətirməli idi. Mənim də bağım var, onun sahibiyəm. Ey Süleyman, 1000 parça gümüş sənin olsun. 200 gümüş kirayə alanlara qalsın. Oğlan, sən ey bağçalarda məskən salan gözəl, dostlar səni dinləyir. Mənə də səsini eşitdir. Qız, ey sevgilim, qaç. Ətir saçan dağların üstündə bir ahu, bir maral balası kimi ol.